idman oyunundan danışaq blok qurmadan. Blok qurma 3 cür olur. Bloka təşəbbüs, tamamlanmış blok, kollektiv blok. İdmançılar yalnız ön zonanın idmançıları blok qurmada iştirak edə bilər. Yəni 2, 3, 4-cü zonanın oyunçuları blok qurmada iştirak edə bilər. Arxa zonanın oyunçuları blok qurmada iştirak edə bilməz. Əsasən də libero ya blok qurmağa cəhd göstərə bilməz, ya da blok qurmada iştirak edə bilməz. Bir oyunda məsəl üçün 4 nömrəli oyunçu bloka qalxıb və blok qurma zamanı 4 toxunuş edilə bilər. Məsəl üçün komanda oyun ərzində bir komanda oyun ərzində 3 dəfə topa toxunuş edə bilər. Məsəl üçün top atıldı, rəqib servisini etdi, arxa zonadan 6 nömrəli oyunçu götürdü, 6-cı zonanın oyunçusunu götürdü, atdı 3-ə, 6 götürdü 1 toxunuş, atdı 3-ə, 3 götürdü 2 toxunuş, atdı 4-ə, 4 də götürdü 3-cü toxunuş və 4-cüdə hücum zərbəsini vurdu, keçdi rəqib tərəfə topu. Yəni komanda 3 toxunuş edə bilər. Deyilsə ki, nə zaman 4 toxunuş olar? Blok qurma zamanı, məsəl üçün 4 nömrəli oyunçu qalxdı bloka, 4-cü zonanın oyunçusu qalxdı bloka, blok qurmada top dəydi əlinə və bu zaman dəydi, keçdi, götürdü 6 nömrəli oyunçusu. Burada da 6 nömrə ata bilər, məsəl üçün 4-ə, 4 ata bilər 2-yə, məsələn 6 götürdü 1. 4-cü zonaya attı 2, 4-cü zonada attı 2-ci zonaya. Bu da 3. 2-ci zonanda oyuncusu hücum zərbəsi vurdu, keçdi. Yəni blok qurmada toxunuş sayılmır. Ona görə 4 toxunuş edə bilər. Blok qurma ilə birgə 4 toxunuş ola bilər. Blok qurma zamanı blok qurulan zaman 4 toxunuş edilə bilər. Məsəl üçün, deyilsə ki, bir komandada oyuncu neçə toxunuş edə bilər? Oyuncu 2 toxunuş edə bilər. Necə? Oyuncu 2 toxunuş edə bilər. Məsəl üçün, servisdən atdılar. Götürdü 4-cü zonanın oyuncusu. Bir dəfə oldu mu? Atdı 3-cü zonanın oyuncusuna. 2 oldu mu? 3 nömrə 3 zonanın oyuncusu, 3-cü zonanın oyuncusu. Qaytardı, atdı yenidən 4-cü oyuncuya. 4-cü zonanın oyuncusuna. Bu da oldu 2. 4-cü zonanın oyuncusu 2 dəfə toxundu mu? Birinci ilk dəfə qəbulu, ikinci atdı 3-ə, yenidən qaytardı 3 atdı 4-ə, 4-cü zonanın oyuncusuna. 2 dəfə toxundu mu? Oyuncu oyun ərzində maksimum 2 dəfə toxuna bilər. Minimum isə 1 dəfə. Maksimum 2 dəfə, minimum 1 dəfə. Deyilsə ki, ardıcıl şəkildə oyuncu maksimum neçə dəfə toxuna bilər? Ardıcıl şəkildə maksimum 1 dəfə. Məsəl üçün 5-ci zonanın oyuncusu topu götürdü. Götürdü, mən özüm qəbul etdim, yenidən vurum. Belə bir şey yoxdur. Sən yalnız 1 dəfə toxuna bilərsən. Ardıcıl şəkildə 1 dəfə toxuna bilərsən. Belə ola bilər. Yox, dediyim kimi, məsəl üçün 4 götürdü, atdı 3-ə, 3 qaytarıb 4-ə ata bilər. Amma ardıcıl şəkildə mən atım göyə, yenidən 1 dəfə daha vurum, belə bir şey yoxdur. Ardıcıl şəkildə oyuncu 1 dəfə topa toxuna bilər. Və dediyim kimi, blok qurmada yalnız ön zonanın oyuncular blok qura bilər. Bunları bildik, blok qurmanı bildik. Kimlər və hansı zonanın oyuncular edə bilər. Və blok qurma neçə cür olduğunu bildik, 3 cür. Bloka təşəbbüs, tamamlanmış blok və kollektiv blok. Bunu bildik. Və vədbol idman oyununda 5 texniki fənd var. Bunlardan 3'ü hücum texniki fəndi, 2'si isə müdafiə texniki fəndi. Hücum texniki fəndi hansılardır? Topun oyuna daxil edilməsi, topun ötürülməsi və hücum zərbəsi. Müdafiə texnikası hansılardır? Blok,
və topun qəbulu. Dedik, 5 texniki fənd var. 5 texniki fənd. Bunlardan üçü hücum. Bunlardan üçü hücum. İkisi ise müdafiə fəndidir. Texniki fəndidir. Müdafiə. Dedik, 3 hücum fəndi hansılardır? Topun oyuna daxil edilməsi, hücum zərbəsi və topun ötürülməsi. Müdafiə fəndi hansıdır? Texnikası hansıdır? Topun qəbulu və blok. Bu da müdafiə texnikası. Və onu da nəzərə çatdırım ki, məsəl üçün, blokda rəqibin servisinə blok qurula bilməz. Və rəqibin servisinə tor səviyyəsindən hündür olarsa öz zonlarının oyuncuları hücum zərbəsi vura bilməz. Tor səviyyəsindən aşağı olarsa vura bilər. Və arxa zonlanın oyuncuları isə tor səviyyəsindən hündür də olsa, servisdən gələn, rəqib servisindən gələn, tor səviyyəsindən hündür də olsa, tor səviyyəsindən aşağı da olsa, hücum zərbəsi vura bilər. Və blok qurmada, məsəl üçün, dedik, blok qurmada toxunuş sayılır. Məsəl üçün, 4 nömrəli oyuncu blok qurmaya qalxır. Qalxdı, topu toxundu əlinə blok qurmada. Öz zonasına düşəndə yenidən o topu vura bilər. Və əlavə olaraq hücum zərbəsi. Yəni blok qurumu ilə servis hücum zərbəsi sayılmır. Bunu da yadda saxlayaq. Və oyunda kartlardan danışaq. Və voleybol oyununda 2 cür kart var. 2 cür. Sarı və qırmızı. İki cür kart var. Sarı və qırmızı. Sarı kart nə üçün verilir? Məsəl üçün, oyuncu oyunu gecikdirərsə, bu zaman sarı kart verilir. Və qırmızı kart. Qırmızı kart nə üçündür? Oyuncuya qırmızı kart verilərsə, bir xal rəqibə verilir. Servis haqqı rəqibə verilir. Oyunu rəqib başlayır. Bir əldə, məsəl üçün bu qırmızı, bu sarı. Bir əldə həm qırmızı, həm sarı kartı göstərərsə, hakim məsəl üçün 4-cü zonanın oyuncusundan həm sarı, həm qırmızı kart. Bir əldə həm sarı, həm qırmızı kart göstərərsə, oyuncu setdən kənarlaşdırılır. Məsəl üçün, üzr istəyirəm, buranı silim. Məsəl üçün, birinci setdə 4-cü zonanın oyuncusuna bir əldə həm sarı, həm qırmızı kart göstərilir hakim. Həmən seti, həmən oyuncusu kənarlaşdırılır, həmən setdən kənarlaşdırılır. Və ikinci setə keçdikdə həmən oyuncu yenidən meydanda oynaya bilər. Geri qayıdıb oynaya bilər. Bir əldə sarı və qırmızı göstərilərsə. Amma bir əldə sarı, bir əldə qırmızı, ayrı-ayrı əllərdə göstərilərsə, məsəl üçün, ikinci zona oyuncusu göstərildi, bir əl sarı, bir əldə qırmızı. İkinci setlərsə, tək ikinci setdən yox, ümumi setlərdən oyunlar kənarlaşdırılır. Kartlarda məlumatımız bu qədər. Və video təkrar. Lövhəmiz lazım olacaq. Onun üçün lövhəni silmirəm. Video təkrar. Bir set ərzində 2 video təkrara baxma haqqımız var. Necə? Məsəl üçün, bu haqsız olduğum müddətdir. Məsəl üçün, birinci setdə məşqçiyəm, tələb edirəm ki, video təkrara baxıb, nəsə düzgün oynanılmayıb.
Haqsız yerə tələb edirəm. Haqsız yerə. Bir dəfə haqsız yerə tələb etdim. Haqsız oldum. Haqsız olaramsa, haqsız olduğum müddətcə 2 dəfə baxa bilərəm. Set boyunca 2 dəfə. Birinci setdə bir dəfə baxdım, haqsız oldum. Haqsız boyunca. İkinci dəfə nəsə oyun gedişatında yenə də haqsız olduğum boyunca yenə də video təkrara baxıram. İkinci də. Artıq 2 dəfə haqsız olduğum müddətcə bir setdə və ya bir setdə 2 dəfə haqsız olduğumda tələb edə bilərəm. 2 dəfə. Üçüncünü daha haqlı da olsam, haqsız da olsam video təkrar tələb edə bilmərəm. Çünki 2 dəfə artıq haqsız ola video təkrara baxmışam, vara baxmışam. Amma haqlı olduğum müddətcə, məsəl üçün, haqlı olduğum müddətcə bir dəfə tələb etdim, baxıldım, haqlıyam. Yenə də istəyəcəm, ikincini də istəyəcəm, yenə haqlıyam, üçüncünü də istəyəcəm, yenə haqlıyam, dördüncünü də istəyəcəm. Bu şəkildə davam edəcək. Videolarda bu. Gələk libero. Libero haqqında məlumat verim, libero. Libero komandanın təcrübəli oyuncularından seçilir. Bir komandanın təcrübəli oyuncularından. Təqribən ideal liberonun boyu 1.65 olur. Təqribən. İdeal liberonun boyu 1.65 olur. Və protokolda siyahıda, yəni 2 libero yazılır. 2 libero. Meydana çıxarkən yalnız 1 libero çıxa bilər. Çıxmaya da bilər. Mütləq deyil ki, çıxsın. Çıxmaya da bilər. Amma ikisi də çıxa bilməz. Əlavə olaraq, libero Jamie forması. Rəqib forması rəngdə ola bilər. Rəqib formasının liberolar rəngində ola bilər. Amma öz komanda yoldaşlarının formalarının fərqli olur. Rəngi fərqli olur. Və əlavə olaraq, libero ön zonadan oyuncu dəyişikliyi edə bilməz. Arxa zonadan edir. Və liberonun oyuncu dəyişikliyinə adiyyatı yoxdur. Əlavə olaraq, libero kapitan ola bilər. Libero arxa zonada bütün oyuncularla dəyişdirilə bilər yer dəyişməsi zamanı. Əlavə olaraq, libero servis yerinə yetirə bilməz. Libero blok qurmada iştirak edə bilməz. Blok qurmağa cəhd göstərə bilməz. Məsəl üçün, libero 2 zonalı oyun gedişatında ikinci zonalı oyuncusunu ön zonaya gəlib 2 və yaxud da 4. Topu qaldırsın, tor səviyyəsindən yuxarıda olsun, ona hücum zərbəsi vura bilməz digər oyuncusu. Libero qaldırdığı topa, yəni ötürdüyü topa tor səviyyəsindən hündürdədirsə, ona hücumçu hücum zərbəsi vura bilməz. Libero arxada, öndə fərq etmir. Tor səviyyəsindən top yuxarıdadırsa, libero hücum zərbəsi vura bilməz. Bunları bir nömrəli şəkildə bilək. Əlavə olaraq, libero dedik, kapitan ola bilər, servis yerinə yetirə bilməz, öz komanda yoldaşlarının formasından, rəngindən fərqli olur. Hücum zərbəsi tor səviyyəsindən yuxarıda olduğu topa hücum zərbəsi vura bilməz. Yəni, liberodan bu qədər. Libero boyu, ideal liberonun boyu 1.65 olur və siyahda 2 libero yazılır, meydanda 1 libero çıxır və liberosuz da meydana çıxa bilər komanda. Bu qədər. Və bu oyunundan bugünkü izahımız bu qədər.